Sentence completion-la bağlı növbəti bir test tapşırığımız. Gəlin sualımıza nəzər yetirək. Since the BISMA, which is the simplest weighing instrument known, is not capable of accuracy. Deyir ki, ən sadə çəki aləti kimi bilinən BISMAR dəqiqliyi təmin edə bilmədiyi üçün. Əgər cümlə başında since varsa, bu deməkdir ki, bu since daha çox səbəb ifadə edir və because as yerində istifadə olunur. Since-dən sonra past simple, since-dən qabaq present perfect gələrsə, buradakı since zaman bağlayıcısı olmuş olur və zaman bodaq cümləsi hesab olunur. Amma since-dən sonra present, present, past, past gələrsə, bu artıq time clause yox, reason, cause clause hesab olunur. Yəni, səbəb bodaq cümləsi və burada artıq since, because-un və as-in yerinə istifadə olunmuş olur. Bu cümləyə diqqətlə baxsaq görərik ki, bu cümləmiz bizim adverbial clause-dur, yəni zəflik budaq cümləsidir. Və zəflik budaq cümləsinin içində ikinci bir mürəkkəb cümlə var. Bu da nədir? Non-defining adjective clause, yəni təsvir edici təyin budaq cümləsi. Hansı hallarda istifadə olunur? O halda istifadə olunur ki, təyin olunan söz, yəni antecedent deyirlər buna, təyin olunan söz deməli, budaq cümlədə açıqlanır və onunla bağlı extra information, yəni əlavə məlumat verilir. İndi, cümlə tamamlama suallarında bir neçə qaydalar var. Qayda 1. Baş cümlənin mübtədası ilə budağın mübtədasının üst-üstə düşməsi qaydası və ya mübtəda əvəzlik və ya əvəzləyici söz uyğunluğu. Məsələn, əgər cümlədə Charles Dickens-dən başlayırsa, nədən bitməlidir? He olmalıdır. Mənim budağım Shakespeare-dirsə, başım nə olmalıdır? He olmalıdır. Yəni, xüsusi isimlə və ya ümumi isimlə onun əvəzləyicisi arasında şəxs uyğunluğu yaranmalıdır. BISMAR təkdədir. Variantları da elə mübtəda tapılmalıdır ki, BISMAR sözü ilə üst-üstə düşsün. Baxaq, A variantı. Spring balances have been more successful. Yaylı oxlu tərəzilər daha çox uğur qazanır. Söhbət BISMAR-dan gedir. Ola bilərmi? Ola bilməz. Zamanlar nöqteyi nəzərdən uyğunluq var, amma əslində mübtəda uyğunsuzluğu var. Ola bilərmi? Ola bilməz. Çünki mübtədalarımız burada artıq bir-birindən, yəni üst-üstə düşmür. Bu ola bilməz. A heavy load can be weighed at a short distance from the fulcrum. Dayaq nöqtəsindən qısa bir məsafədə deyir, çəkilə bilər. O zaman burada yenə söhbət BISMAR-dan gedir. Heavy load-dan söhbət gedir. Bu da ola bilməz. Various technical improvements were soon introduced. Cümlə tamamlamalarda əsas şərtlərdən biri başla budaq arasında zaman uzlaşmasıdır. Əgər cümləmiz izdirsə, budağımız izdirsə, başımız was ola bilməz. Is-ə is, was-a was qaydası istifadə olunur. Buradan were də gedir, ola bilməz. Is, were deyə bilməzsiniz. Weighing continued to be a laborious operation. Zəhmətkeş bir operationdan söhbət gedir burada. Yine cümləmiz keçmiş zamandadır. Keçmiş zamanla indiki zaman cümlə tamamlamalarda və ya paragrafda və ya dialoqda istənilən bütün tamamlama adı altında olan test tapşırıqlarında keçmişlə indiki istifadə oluna bilməz. Bir halda istifadə oluna bilər ki, orada deməli güzəşt budaq cümləsi olsun. Məsələn, although və tərəflər arasında fərqli zaman zərfləri olsun. Onda mümkün də ola bilər. Məsələn, budaqda deyir last week, başda deyir right now. Onda hə, ola bilər. Gəldik I variantı. It's düşürmü üst-üstə? Düşür. Since the BISMAR, it's used. Düşdü mü? Düşdü. Which is və is not capable of. İndiki zamandadır. İndikidir mi? İndikidir. Düzgün cavabımız elə
variantı olur.